Hər kəsə salam, kanalıma xoş gəlmisiniz. Bugün çox maraqlı bir gün keçdiyi üçün vloglamağı qərar aldım. Tənbəlliyin daşını atdım və durdum getdim zirəgülçiliyə. Otağımda yaşıl bir gülşə yaratmaq istirdim. Bunun üçün də bir neçə yaşıl bir bitki almalıydım və çox gözəl bitkilər aldım. Hər birini vlogumda göstərəcəm. İnşallah ki, hər biri sizin üçün maraqlı olar. Eyni zamanda da rəfiqəmlə görüşəcəydim deyə gün daha maraqlı keçdi mənim üçün. Onsuz da mənim bütün koftalarımın boğaz hissəsi eynidir. Ona görə istəyirəm ki, birinci saçı yığım, sonra şeyliyim. İstədiyim saç modeli budur, bura qoyuram. Özüm də onu yığmaq istəyirəm bugün. Hava çox küləklidir deyə, həm də sərindir hava. Ondan bir kombin yığarım deyə düşünürəm, sırf saça görə. Mən saçımı açdım, baxdım və gördüm ki, mən o kamera qabağında yığası deyiləm, bacarmayacam. Ona görə də onu vururum, sonra gəlim, daha sonra geyim seçib davam edək. Bilmirəm niyə belə düşüb, bəlkə də makiyajsız falan, amma canında daha qəşəng düşüb. Çok elədim, bunu buradan slick balmla yığdım. Daha sonra bura bir dənə hörük atdım, üstündə də aksesuarlar əlavə elədim. Daha sonra buranı da belə aksesuarlı yığdım. Zakolka ilə. Əgər bir gün eləsəm, bunu çəkib paylaşacağam necə yığdığımı və çox bəyəndim əslində mən. Prosta kamerada niyə belə düşür anlaya bilmirəm. Amma arxası dağınıq oldu, çünki mən dağınığı çox sevirəm. Yəni sevmirəm belə standart səliqəli bir şeyləri. Xaotik saç sevdiyim üçün belə elədim. Və məncə çox qəşəng alındı, şirin görsənir. İndi makiyajımı da eləyib sonra son halı kimi görmək istəyirəm. Deməli, ümumilikdə belə görsəndim. Altıma belə bir cins şalvar geyindim. Uzun, bol paça. Üstündən bordo kofta və dodağımı da ona yetdiyi kombinlədim. Daha sonra saçımı da bir göstərdiyim kimi yığdım. Aksesuarlardan bilmirəm nəsə əlavə edim yoxsa yox. İndi ona qərar verəcəm. Bunu bilmirəm içərimi belə salım. Yoxsa belə içərdim, yoxsa belə üstdən mi çıxanda qəşəng sanır. Yox, içərim. Yenə də içərim. Belə, həyat daha qəşəng görsənir. Videoda bilmirəm niyə kачествоsu belə düşür. Amma nə bilim, məncə belə ümumilikdə yaxşı oldu, pis alınmadı. Burada yola düşdüm, yollandım dayanacağa. Oradan da direkt getdim rəfiqəmin yanına. Birinci onunla görüşdük. Görüşəndən sonra qərar aldıq ki, gərək ilk öncə gedək Dekalifə. Dekalifdə indirimlər var idi deyə bir-iki şey almaq istəyirdik. Ona görə getdik, baxdıq. Dekalifdə, amma istədiyimiz şeylər çox təəssüf ki, tapa bilmədik. Tapdıqlarımız da ürəyimizdə olmadı. Amma buna baxmayaraq orada çox yaxşı vaxt keçirdik. Əslində o qədər sevirəm ki, rəngarəng şeyləri. Ona görə də hər hansı bir mağazaya girəndə ilk öncə gözüm rəngli olan şeylərə sataşır. Əgər mağaza rəngsizdirsə, bu mənə sıxıcı gəlir, məni boğur. Ona görə də çox bəyənirəm buranı. Burada oyuncaqlar da çox maraqlıdır. Pinterest əşyaları falan. Hər biri rəngarəngdir deyə insanın gözünə oxşuyur. Ac olanda biz o biz deyilik. Ona görə də çoxlu gəzməyimizin şərəfinə qərar aldıq ki, getmədən öncə Gülçiliyə biraz yeyək, içək. Bunun üçün də yollandıq Araz Marketə, biraz bir şeylər aldıq, atışdırdıq, orada yedik. Ondan sonra rəfiqəm evlərinə Sumqayıta yollandı. Mən isə öz yoluma davam edib Gülçiliyə. Ora həqiqətən də çox gözəl idi, sözün əsl mənasında və gözəl bitkilər var idi, kaktüsləri falan çox xoşuma gəldi. Bundan da əlavə orada həmçinin bunları əkmək üçün qablar, torflar və onlar üçün dekorativ əşyalar da var idi. Balkon üçün daha gözəl çeşidlər var idi deyə bilərəm sizə. Və hər bir ölçülərdə var idi. Bunu yəni alsanız dərhal orada qablaşdıra da bilərsiniz. Çox gözəl idi və qablaşdırdıqdan sonra torpağı görünməyini istəmirsiniz. Üstünə daşlar da var idi orada, rəngbərəng çeşidlərdə və çox gözəl də ideyalarla düzülmüşdü. Hətta deyərdim ki, fikir olsun deyə qoymuşdular stend şəklində və mən çox bəyəndim. Mən əslində ora gedəndə bilirdim, artıq fikrimdə kaktus falan var idi və çox gözəl kaktuslar da var idi seçim olaraq deyə bilərəm sizə. Həm rəng çeşidləri bol idi, həm növləri bol idi, həm də qablaşdırılma şəkilləri çox səliqəli və gözəl düzülmüşdü deyə insanın gözü yorulmadan seçə bilirdi. Nə istədiyinizi gözünüz avtomatik olaraq qəbul edib onu götürə bilirdi. Mən çox bəyənmişdim və buradan öz istədiyimi də rahat seçdim.
Mən özümə kaktuslar aldım bir neçə dənə və əlavə olaraq da aloe vera aldım və çox bəyəndim aldıqlarımın da hər birini. Çox gözəl idilər.